göndərdilər, mən nətər eləyim. Girdim içəri, o yana gedirəm, bu yana gedirəm, ha getdim. Bir dənə qoca arvad mənim yaşımda olur, belə deyir, aralığa girmə, yer gidvanə, mənə deyir. O üçün qaldı, mən nətər eləyim, polislər də orada məni gözləyirlər, mən nə deyəcəm? İndi Biləsuvardan gəzmişəm, nə deyəcəm? O üçün Allah, mən nə qayırım, nətərim, dedilər, bilirsən, çıx çölə, çöldə yer var, burada dursun, çəkiliş gələcək. Mən dururum, mən də indi durmuşam, ay Allah, mən nə qayırım, nə deyim buna? Elə belə duranda, dedilər, aha, çəkiliş gəlir, dedimə gəlsin də. 20 nəfər kişilər durub orada, mən də bəridə durmuşam. Durmuşam, o çəkə-çəkə gəldi mənim yanıma. Dedi, salam əleykum. Bacı, sən haralısan? Dedim, mən Biləsuvardanam. Dedi, bəs Biləsuvarda nələr var, nəsə. Başladım, danışdım. Onlar da qulaq asırlar axı. İndi mən nə desəm, onlara xeyirdir də. Polislər qulaq asır. Qoyublar telefonu, mənə baxırlar. Dedi, eşitmişəm, deyirsən, şairsən, yəni bir şey yaza bilirsən. Dedim, valla, yazmağı bilmirəm, yaza bilmirəm. Amma nə desən, onu eləyərəm. Dedi, onda, əgər belədir, o kişinin şərəfinə şeydir. Dedim, yaxşı. Onda dedim, əlimi belə qaldırdım. Dedim, ilahi, əf et bizim varsa da günahımız. Dünyasını dəyişdi məşhur qibləgahımız. Ərşə bilənd olubdur onun şanı, şöhrəti. Elə belə deyirəm ha. Ərşə bilənd olubdur onun şanı, şöhrəti. Allahdan yazılıbdır. Belə gəldi qisməti. Ey böyük Türk milləti, şərikəm dərdinizə, yatıbdır torpaq altda, indi böyük sərkərdə. İlham da qəmli boylanır atasına, nəvələri naz satıb ağlayır babasına. Əlvidai ağsaqqal müdürü el rəhbərimiz. Əlvida elim üçün ağlayan ərlərimiz, zərimiz, duhərimiz. Məzarın nurla dolsun, ey böyük sərkərdəmiz. Hələ uzun illər bəşər sənə yaz saxlayacaq. Bütün qədir bilənlər məzarı yoxlayacaq. Hamı əlvida deyir, mən əlvida demirəm. Çünki sənin cismində mən İlhamı görürəm, mən Heydəri görürəm. Bunu necə deyəcəm, and olsun Allah. Çox qəşəng şeirdir. And olsun Allaha. Bunu niyə kitablara salmayıblar, belə gözəl şeiri? Elə onu denəndə, niyə eləmirlər, məsələ odur. Oradan.